Ermənistanın Apellyasiya Məhkəməsi Korrupsiyaya qarşı mübarizə məhkəməsini Maliyyə naziri Vahə Ovanesyana qarşı cinayət işi başlatmağa məcbur edib. Ermənistan kütləvi informasiya vasitələri xəbər verir ki, bu barədə Vəkillər Akademiyasının rektoru Araz Zöhrabyan sosial şəbəkədə yazıb. Bildiyiniz kimi 2024-cü il dekabrın 4-də mən və bir qrup hüquqşünas Maliyyə naziri Vahə Ovanesyana qarşı korrupsiya riski ehtiva edən hərəkətlərə görə cinayət işinin başlaması məsələsi ilə bağlı Ermənistan Baş Prokurorluğuna müraciət etmişdik. Bugün Ermənistanın Korrupsiyaya qarşı mübarizə Apellyasiya Məhkəməsi, Korrupsiyaya qarşı mübarizə məhkəməsinin 27 fevral 2025-ci il tarixli qərarını ləğv edərək, onu əvəz edən məhkəmə aktı, yəni prosesdə ictimai iştirakçının üzərinə cinayət işinin başlanması öhdəliyinin qoyulması barədə qərar çıxarıb, o bildirib. Zöhrabyanın sözlərinə görə Korrupsiyaya qarşı mübarizə üzrə Apellyasiya Məhkəməsi G-Coder MMC ilə bağlı təqdim olunan məlumatın həqiqətə uyğun olduğunu müəyyən edib. G-Coder MMC-nin məlumatına görə Ermənistanın Maliyyə Nazirinin müavini vəzifəsinə təyin olunduğu gün, yəni 18 avqust 2021-ci il tarixdə Vahə Ovanesyan $1 milyon faizsiz kredit, $50 min dəyərində iyanə alıb və Caritas İtalyana şirkətinin səhmlərinin 100%-ni satın alıb.